Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vahdahu ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Fe inne astaqal hadisi kitabullah ve hayral hedi hedi Muhammedin sallallahu aleyhi ve aleyhi ve sellem ve şerrel umuri muhtesatuhâ ve kulle muhtesetin bid'a ve kulle bid'atin dalâle ve kulle dalâletin finnâr. Həmd, əziz qardaşlarım, yalnız aləmlərin Rəbbi olan Allaha məxsusdur. Ona həmd edir, ondan kömək və bağışlanma diləyirik. Nəfslərimizin və əməllərimizin şərindən Allaha sığınırıq. Allah kimi doğru yola yönəldərsə, onu azdıran olmaz. Kimi də azdırarsa, onu doğru yola yönəldən olmaz. Şəhadət verirəm ki, Allahdan başqa haqq olan məbud yoxdur ibadətə layiq. Və həmçində şəhadət verirəm ki, Muhammed sallallahu aleyhi və aleyhi və səlləm onun Rasulu, elçisi və həmçində onun quludur. Və sonra necə bilirsiniz, indi qardaşımız Allah ibadətlərini qəbul etsin. Bir qardaşımız böyük bir İslamın əlçanını yerinə yetirərək qayıdıbdır və həmçində başqa bir qardaşımızın da övladı olubdur. Necə bilirsiniz, yəni bu adlar qoyurlar. Yəni insan görürsən, qayıdır, gəlir, həcdən deyir, fəci və s. axir. Bu şey yəni dində yoxdur. Bu şeydən qaçmaq lazımdır. Birincisi, insana yəni təkəbbürlük gələ bilər. İnsanın ibadətini puç eləyə bilər. Və insan artıq o addan çağrıldıqca, yəni insana riya gələ bilər. O riya da gəlsə, o əməl puç olur. Nəinki puç olur, həmçində o insana günah yazılır. Təsəvvür, o boyutda əziyyət çək, get, o boyutda amillər yerinə yetir və sonra müqayət bir gün sənə o şey deyəndə qolların şişsin və əməllərin də geçsin. Necə ki, məsələn, zəkat verirsən, nə deyirlərsə, filankəs zəkat verən və ya sədəqə verirsən, nə deyirlər, filankəs sədəqə verən və yaxud da oruç tutsan Ramazan, nə deyirlər, filankəs oruç tutan. Yox, necə də olur ki, yəni, bəs bu həcdə xüsusi olaraq deyilməli ki, filankəs həci. Maşallah. Əlhəmdülillah. Heç də olmazsa, əlhəmdülillah, şükürlər olsun əlimizə. Ona görə bu sözü aydın məsələdir, qardaşımız nə ad üçün eləməyibdir bunu. Amma sadəcə olaraq, əlhəmdülillah, bu deyilərsə, yəni, kimsə qaçmaq daha yaxşıdır. Amma alimlər deyir ki, bunu məclis eləmək ümumiyyətcə, yəni, olar, olmaz belə. Kimsə filankəs həcdən gəlib. Əgər o məclisdə yəni müxalifçilik olmazsa, o halda olar. Şeyx Fovzan Hafizullah deyir ki, urfda belə bir şey varsa, yəni heç bir problem yoxdur. Allahın izni ilə. Sonra isə qardaşımızı da Allah Subhanahu diləyirəm ki, Allah Subhanahu onun övladını salihlərdən eləsin və onun yetkinlik yaşına çatıb, onun gözəl əməllərini görmək onu nəsib eləsin. Bundan sonra isə qardaşlar, necə bilirsiniz ki, Allah Subhanahu wa Ta'ala bəndələrini cənnətlə müjdələmiş və həmçində cəhənnəm odundan qorxutmuşdur. Yəni, niyə görə? Ona görə ki, insan yəni daim nə üçün? Həm cənnət üçün çalışsın, həmçində ki, günahlardan qorxsun və yaxud da günahlara düşməkdən qorxsun. Cəhənnəm odunu xatırladaraq. Allah Subhanahu wa Ta'ala Təhrim surəsinin 6-cı ayəsində buyurur, deyir, ey iman gətirənlər, özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun. Bu ayə göstərir ki, insanın ən böyük vəzifələrindən biri özünü və ailəsini cəhənnəm odundan qorumaq olmalıdır. Bu isə yalnız nədir? Tövhidlə, yəni və yaxud da nə? Tövhidə yəni sarılmaqla olar. Namazı qorumaqla, günahlardan uzaq durmaqla və həmçindəki ailəni Allah Subhanahu wa Ta'ala'nın dini üzərində tərbiyə etməklə mümkündür. Cəhənnəm, qardaşlar, yəni zarafat bir şey deyil. Cəhənnəm adı Allah hər birimizi qorusun. Yəni çox şiddətli bir şeydir. İnsan burada bir yanğın olanda, düzdürmü, necə insan əziyyət çəkir ondan. O, Allahın kafirlərə, müşriklərə, münafiqlərə
və tövbə etməyib böyük günahlar üzərində israr edənlər üçün yəni hazırlanmış bir oddur. Və həmçində asilərə və s. Allah subhanahu wa ta'ala Kəhf surəsinin 29-cu ayəsində buyurur. Şübhəsiz ki, biz zalimlar üçün elə bir od hazırlamışıq ki, onun divarları onları bürüyəcək. Biri var ki, od böyürdən ola, yana, bir də var ki, divarları belə bürüyə. Yəni, bütün insan, Allah qorusun hər birimizi, o odun içində olacaqdır. Başqa bir ayədə Allah subhanahu wa ta'ala buyurur, bu da ki, Fatir surəsinin 36-cı ayəsindədir. Onlar orada nə öləcək, nə rahatlıq tapacaqlar. Və yaxud da Allah subhanahu ta'ala deyir, onlar orada nə öləcəklər ki, rahatlıq tapsınlar. Daha doğrusu belədir. Onlar orada nə öləcəklər ki, rahatlıq tapsınlar. Nə də əzabları yüngülləşdirilməyəcəkdir. Baxın, insan burada ölümdən qorxur. Düzdürmü? Hər birimizdə, yəni düzdür, çəkinsən də insan yəni qorxurlar, insanın xislətindən də qorxursan. Burada isə insan gözləyir ki, ölsə bəlkə bu əzabdan canı qutarar. Ölüm belə arzuyur, ölüm yoxdur. Qurtuluş yoxdur. Ki, rahatçılıq olsun. Yəni, rahatçılıq yoxdur. Və bir an nə eləmək lazımdır? Bunu düşünmək lazımdır. Nəyə düşünmək lazımdır? İnsan ölmək istəyəcək. Lakin ölə bilməyəcək. Əzab bitməyəcək, yüngülləşdirilməyəcək. Bu Allahın xəbər verdiyi həqiqətdir. Bu Qurandır. Allah subhanahu wa ta'ala xəbər verir. O yüzden biz nə etməliyik? O günahlara meyillənəndə, günahlara düşmək istəyəndə bu şeylər yada düşməlidir, xatırlamalısan. Biz sanki elə yaşayırıq ki, elə bilir ki, yəni bizdə ölüm olmayacaq. Və yaxud da ki, sanki artıq nədir? Cənnətlə müjdələnmişik. Cənnətlə müjdələyənlər Allah and olsun ki, bizi kimi eləmirlərdi. İnşallah da gələcək. Peyğəmbər s.ə.v buyurur. Sizin yandırdığınız bu od cəhənnəm odundan 70 hissəsindən yalnız bir hissəsidir. Səhih Buxari və Müslimdə gəlir hədis. Yanan od, o cəhənnəmin odunda olan odun 70'də biri idi. 70'də biri idi. Bunu eşidən sahabələr təəccüblə dedilər, ey Allahın elçisi, bu od da kifayət edərdi. Yəni bu od da özü də kifayət edərdi insanın yanması üçün. Bizim Allah Resulü s.ə.v nə deyir? Peyğəmbər s.ə.v deyir ki, yəni ey Rasulullah, dünyadakı od özü belə insanı yəni dözə biləcəyi qədər şiddətlidir. Ya dözə bilməyəcəyi qədər. İnsan burada yanır. Necədir? Yəni çox şiddətli bir şeydir, yəni oddan. Belə çünki Allah Resulü sallallahu başqa bir hədisdə buyurur ki, yəni odda yanan, suda boğulan və s. bunlar nədir? Şəhidliyin bir qismlərindəndir. Yəni bu nəyə dəlalət edir? Bu ona dəlalət edir. Bu çox şiddətli bir ölümdür. Amma Allah Resulü sallallahu deyir ki, xeyr. Cəhənnəm odu onun, yəni bu oddan, yanan oddan 69 dəfə daha çoxdur. Bu da elhamdülillah qədərdir ya. Adam fikrini yayındır elhamdülillah. Peyğəmbər s.ə.v yəni sahabələr təəccüblə soruşur, yəni bu od belə kifayət idi ki, nəyə? Kafirlərin cəzalandırması üçün. Allah Resulü s.ə.v buyurur, xeyr, cəhənnəm odu onun üzərinə 69 qat artıq olacaqdır. Yəni o cəhənnəmə düşənlərə. Onların hər biri də bunun qədər istidir. Bu da hədisdə qardaşlar Buxari və Müslimdə gəlir. Və qardaşlarım, Allah cəhənnəm əhlini yeməyi haqqında bizə bildirir. Diqqətiniz burada olsun, inşallah baxmayın, qardaş olan şey. Sən neynəyəcəksən? Kiməsən istəyən varsan, ümumi yerdir bura. Allah subhanahu wa ta'ala həmçində bizə bildirir orada olan insanların yiyəcəyi barəsində. Nə yiyəcəklər, nə içəcəklər. Görürsən, bu dünyada seçirik, Allah qorusun, hər şey yeyə bilmirsən. Amma Allah həqiqi o şeylərdən qorusun.
Allah Subhanahu buyurur, şübhəsiz ki, zəqqum ağacı günahkarların yemidir. Zəqqum ağacı günahkarların yemidir. Sonra fikir verin, açıqlama gəlir. Zəqqum ağacı yəni nəyə bənzəyir? O ərinmiş mis kimi qarınlarda qaynayacaq. Qaynayar. Ərinmiş mis kimi. Aydındır? Yəni zəqqum ağacı deyir, onların qarınlarında qaynayacaq. Sonra mesela Allah Subhanahu özü açıqlayır. O nə demək? O ərinmiş mis kimi qaynayar. Ərinmiş mis kimi. Necə? Elə qaynayar suyun qaynanması kimi. Su necə qaynayar qaynayanda? Bax elənciyini Allah qorusun. Duxan surəsinin 43-46-cı ayəsində gəlir bu. Bax onların yemi orada nə olacaqdı? Cəhənnəm əhlinin. Allah hər birimizi qorusun və eşidənləri də, bizi də, hər birimizi. Orada zəqqum ağacı. Zəqqum ağacı da nə kimi Allah Subhanahu taala vəsf edir onu? Mis, əridilmiş misin qaynanması kimi. Necə qaynayacaq? Su qaynayan kimi. Bu şeylər hamısı elə belə yəni gəlməlidir insana. İnsan bu şeylərdən öyüd nəsihət çıxartmalıdır. Yəni bu o demək deyil ki, hər hansı birimizsə artıq biz ondan qorunmuşuq və artıq cənnətdəyik. Fərqi yoxdur. İstər sıravi birisi olsun, istər tələbə olsun, istər alim olsun. Çünki o haqq üzərində getməyincə yəni mümkün deyil deyəsən ki, insan getdi artıq haqq üzərində. Çünki hər şey sonluqdan götürülür. İnsan ola bilsin ki, abid olsun, itaatkar olsun, insan ola bilsin, elm tələbəsi olsun, alim olsun. Amma nə? Sonu amma geçsin necə? Allah bilir necə geçsin. Ona görə sələflər daim sonluqdan qorxarlardı. Niyə görə insan daim çalışırdı ki, sonluğu gözəl olsun deyə? Arxainlik gəlməyib onlara heç vaxt. Qorxublar. Allah qorusun, bir gün xeyir üzərindədir, sabahların ölüm mələyi gələndə artıq yəni kafir kimi gedər, asi qul kimi gedər, günahkar kimi gedər, mürtəd kimi gedər. Bundan qorxublar. Yoxsa bizi bugünkü gündə görürsən ki, nədir? Dünya alladıb. Halbuki o dünya bizim üçün necə yaranıbdı bu dünya? Bizim üçün yəni imtihan olaraq verilibdi. Adəm əleyhissalam bu dünyaya göndərilibdi. Daha doğrusu cəza olaraq. Əsl cənnətdə idi Adəm əleyhissalam, düzdürmü? O cənnətdən çıxardıldı, bura göndərildi, cəza olaraq verildi bu dünya ona. Biz də bugünkü nə edirik? Cəza verilən üçün nə qədər çalışırıq biz, amma əsl bizim harda yaranıb bizim Adəm əleyhissalam, onun üçün o qədər çalışmırıq. Dünya üçün çalışdığımız qədər istəmirəm o qədər, 10%-in onun üçün çalışsaydıq, Allah bilir nələr əllərimizdə olardı. Elə o dünyanı eləsən, elə asanlaşardı ki. Görürsən ki, insanlar nə edir? Yəni dünya üçün o qədər çalışırlar ki, dünya onlardan qaçır. Həm axirətdən olurlar, həm dünyadan olurlar. Allah qorusun. Amma o demək deyil, dünya bizə qadağa olubdur. Yox, sadəcə o dünya sənin qayan olmasın. O dünya sənin qəlbinə daxil olmasın. O dünya sənin hədəfin olmasın. Dünya sənin üçün nə olsun? Axirətə keçid kimi. Yəni axirətin üçün onu xəslə. Belə olsun. O halda, əlhəmdülillah, onda Allahın izni ilə görərsən ki, həqiqi mənada dünya elə Allah Subhanahu görəcəksən gətirib sənin ovucunun içinə qoyur. Sonra isə İbrahim surəsində Allah Subhanahu Teala 16-17-ci ayələrində onun arxasında cəhənnəm vardır. Ona irinli su içiriləcək. Onu qurtum içəcək. Lakin boğazından keçirə bilməyəcək. Yəni, irinli su içiriləcəkdir ona. Boğazından keçirə bilməyəcək. Sonra biraz nəsə yeməyin üçündə Allah qorusun yeyə bilmirsən. Bir də var ki, irinli su. Su özü irindən ibarətdir. Ona görə alimlərə bəzi hallara deyəndə filankəs belə onlar necə deyərlərdi? Hətta özünü belə vəsf eləyəndə bir gün gəlir bir böyük alim olur, deyir 3 dənə kişi səni gözləyir qapının ağzında, sual verəni deyir. Şeyx deyir ki, ola bilməz. Təsəvvür edin ki, alimlərin necə bilirsiniz ki, qonaq qarşılayanı olur. Bu deyir, şeyx 3 dənə kişi də qapının ağzında səni gözləyir. Deyir, ola bilməz. Yenə deyir, şübhəyə salır təsəvvür edin.
insanı o qədər deyirsə, elə deyir ki, yəqinliklə. Çıxır təzədən bir qapının ağzına baxır, gəlir, deyir, vallahi ki, 3 dənə kişi səni gözləyir, şeyx. Deyir, Allaha and olsun, 3 yox, bir dənəsi olsun, bütün ümmətə bəs eləyərdi. Deyir ki, kişilər Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə vəsf eləyibdir. Əgər biz də deyir, özün də ora qatır, biz də deyir, o vəsfə deyir, nə qədər əməl edirik, o dərəcədir bizdə. O demək deyil ki, məsələn, bura söz atır kişiliyinə və yaxud nə, yox. Yəni, insanın, yəni o Allahın vəsf elədiyi kişilərə necə yaşayırsan sən, nətərsən, o da əsl kişilər yəni. Yəni, bax, sahabələrə, nə ilə onlar yəni, nail oldular? Nə ilə? Yəni, onlar fəthlər elədilər. Görürsən, məsələn, düşmənlər nə edirlər? Düşmənlər bundan istifadə edirlər. Yəni, İslamın, müsəlmanların düşmənləri, Allah subhanahu deyir ki, ayrılmayın, bölünməyin, parçalanmayın, bir olun, haqq üzərində yəni. Deməli, baxırlar, görürlər ki, bunlar necə ayrılmaq olar, nə eləmək olar? Bunların aralarına fikirlər salmaqla, bunları parçalamaqla demək, əksini eləməklə. Necə yəni bizə gəldi, çatdı bunlar hamısı, din, fəthlər oldu. Bizim nə elə onların birliyi, onların yəni ki, Quran-ı Kərimə, Allah Rasulü s.ə.v-in sözündən çıxmamaqları idi. Qardaşlarım, yəni bu təsəvvürlər yəni insanı nə etməlidir? Ümidsiz etməməlidir. Ki, artıq ümidsizliyə qapanmamalıdır insan. Yəni cəhənnəmdə olan yeyiləsi şeylər, içkisi şeylər, xeyr. Əksinə insan nə etməlidir? Tövbəyə, hərisi olmağına kömək olmalıdır. Allah qorxusuna və salih əməlləri görməyə və ya salih əməllərə yönəltməlidir bu şeylər daha çox. Ki, bu dünyadan köçəndə o şeylər üzərində köçsün. Yoxsa insan yəni ki, əks halda yəni, yalnız insan Allahın rəhmətinə ümid eləyib, onda artıq insanda problemlər yaranır. Və yaxud da əksinə. Çünki sələfi salihlər cəhənnəmi çox xatırladarlardı. Və diqqət eləyin, məsələn, Əbu Bakır radiyallahu anh Əs-Sıddıq nə deyir? Deyir, kaş ki, mən bir ağac olaydım və heysaba çəkilməzdim. Görün kim deyir? Əbu Bakır radiyallahu anh deyir, subhanallah, cənnətlə müjdələnmiş. Allah Rasulü s.ə.v bu insan barəsində deyir ki, bunun imanı bir tərəzinin gözünə, bütün ümmətimin imanı bir tərəzinin gözünə qoyulsa, Əbu Bakır radiyallahu anh imanı daha güclü gəlir. Keşkidir bir ağac olardım, sorğu sual olmazdım. Yəni, sən bir gün özünə bir sual ver, gör, Əbu Bakır radiyallahu anh imanı var səndə. Ola bilməz birincisi. Mümküniyyət yoxdur. Yəni, sən nəyə arxayınlaşırsan? Necə belə gəzsən, rahatçılıqdan, danışsan, gülürsən, yalnız məclislərin lağlağı ilə keçir. Yalnız belə boş-boş vaxtlarını keçirirsən, halbuki vaxtdan ibarətsən. Hər bir saniyyən sayılıbdır, hər bir nəfəsin sayılıbdır, hər bir göz qırpın sayılıbdır. Necə ola bilər ki, sən bundan sonra belə rahatçılıqla gezə bilərsən? O boyda Əbu Bakır radiyallahu anh deyir, kaş ki, ağac olardım və heç bir sorğu-sual da olmazdım. Biz də necə edirik? Rahatçılıqla gəzirik. Allah bizi rəhm eləsin. Və görün, Ömər radiyallahu anh nə deyir? Ömər ibn Xattab radiyallahu anh, möminlərin əmiri, Əli radiyallahu anh qaynatası, əgər deyir, bir çağırı desə ki, bütün insanlar cənnətə girəcək, yalnız bir nəfərdən başqa, qorxuram ki, deyir, o mən olum. Görün, nə deyir Ömər radiyallahu anh, deyir, subhanallah, möminlərin əmiri. Deyir, bir çağrı gəlsə, desə ki, bütün insanlar cənnətə daxil olacaq, yalnız bir insandan başqa. Deyir, qorxaram ki, deyir, o mən olam, deyir, o bir insan. Yəni, əziz qardaşlarım, nə eləmək lazımdır? Yəni, namazlara möhkəm olmaq lazımdır. Görürsən ki, insanlar bir gün namaza daxil olmağı ilə, namaza çıxmaqlarının heç bir fərqi yoxdur. Yarhamqala, namaz təsirləmir bizə. Çünki namazda olmur insan. İbadət insanı dəyişir.
Allah Resulü sallallahu əleyhi və səlləm vəsf elədir ki, yəni 5 vaxt namaz qılanın günahları qalmaz. Yəni o namazdan gedir söhbət. Elə belə yəni əda eləməkdən getmir söhbət, namazda olmağından gedir sənin söhbət. Zikirləri dərk eləyərək, kimin qarşısında durmağını dərk eləyərək, yoxsa necə girirsən, necə çıxırsan heç bilmirsən. Və yaxud namazdan sonra zikirlər və s. axir hamısını yəni eləməliyik, qorumalıyıq. Namaz, çünki namaz ən birinci bizdən soruşulacağımız şeydir qardaşlar. Namaza baxılacaqdır ən birinci. Və günahları kiçik saymamaq. Görürsən, insanı nə edir? Günahlara üstdən aşağı baxmaq insanı səhlənkarlaşdırır. Və unutmayın ki, dağlar hamısı çınqıl, xırda-xırda daşlardan yaranıbdır. Yəni, sən də o günahlar eləyirsən xırda-xırda, çıxılı-çıxılı, balaca-balaca, onlar da olur sonra böyüyür. Çünki alimlər böyük günahdan daha çox təhlükəli görərlər kiçik günahları. Niyə? Çünki böyük günah sən bilirsən, ondan tövbə edirsən. Kiçik günah bilmirsən amma. Kiçik günah amma yığılır. Yığılır. Və insan həmçində böyük günahı, daha doğrusu kiçik günahı davamiyyətdə əgər eləyərsə, o böyük günaha çevirişir. Yəni, mütləq bunu yəni qoruyun. Qorunun bundan. Baxmayın belə. Görürsən, insan zəifləyir. Yəni, çox zəifləyir. Və həmçində necə bilirsiniz, bugünkü gündə çox yayılıbdır faizlər. Görürsən, gizli-gizli. Faiz məsələsi. Yəni, necə bilirsiniz ki, bir insan əgər faizə girərsə, bu riba sayılır. Ona görə diqqət eləməlisiniz. Çünki Allah Resulü deyir ki, haram yiyənin duası qəbul olmaz. Diqqət eləyin bu şeylərə qardaşlar. Bugünkü gündə halaldan haram çox, yəni çox elə bir vaxta gəlmiş ki, görürsən ki, yəni çox qarışır məsələlər. Və insan görürsən, nəfsinə uyur, gedir, girir. Allah qorusun. Amma bir az səbir eləsən, bir az səbirli olsan, ola bilsin ki, Allah Subhanahu sənə elə bir qapı açar ki, ondan daha qat-qat, sözsüz ki, Allah açdığı qapı daha qat-qat xeyri olar və fəzilətli olan olur. Amma sən oraya ribaya girsən, faizə girsən, bil ki, yəni Allahdan hərb elan eləmiş olarsan. Yəni, sən gör, kimlə hərb elan eləyirsən? Allah Subhanahu ilə. Yəni, ona qiyamət günü əlinə miza verirlər və deyirlər ki, indi savaş Allahdan. Allah qorusun. Ona görə daim neyin? Diqqət eləyin. Diqqət eləyin ki, Allah qorusun, bu günaha düşməyəsiniz. Zinadan. Bugünkü gündə o da görürsünüz, çox rahatlaşıb. Allah hər birimizi qorusun. Xüsusən də görürsən, göz zinası. Yəni, elə belə deyil, hər şey gözdən başlayır. İnsan gözdən baxır birinci, gözü tutur, sonra artıq söhbətə çevirişir və axir və gedir insan. Və insan da bir günaha düşəndən sonra, 2 dəfə düşür, 3 dəfə, sonra onun üçün artıq o adiləşir. Görürsən ki, insan nə edir? Telefonda, nə bilim, təhləşir və görürsən, əgər bu təhlükə varsa səndə, telefonda baxırsansa buna, bil ki, Allah səni görür sözsüz ki. Amma səndə bu təhlükə varsa, tək baxma telefona. Ailəndən ayrılma. Ailənin yanında ol. Övladının yanında ol, qızının yanında ol, yoldaşının yanında ol. Olur da şeytan insanı allada bilər, Allah qorusun. Sən yoldaşının yanında oturub baxmayacaqsın ki, düzdürmü? O da bir səbəblərdəndir. Bizim tövsiyəmizdir, alimlərin tövsiyəsidir bu. Təkləşmə telefonla. Sanki telefonla təkləşməyi artıq qadınla təkləşmək kimi görürlər. Yəni, rahatçılıqdır. Ona görə təkləşmə. Yəni, ona görə biz nə edəcəyik? Yəni, cavab verəcəyik. Yəni, o da görürsən, bilsən nə qədər, neçə xeyir qapılar sənə bağlayır üzərinə. O günahlar elədir, qardaşlar. Günahlar insanın çox xeyirdən məhrum eləyir. Hissini zəiflədir, bərəkətini azaldır, ruzini azaldır. Yəni, çox şeylərini sənə uzaqlaşdırır. Və neçə xeyir qapısı sənə bağlanır. Amma sən həris ol, Allahın dinini öyrən, Allahın dinindən çalış, nəsə çatdır insanlara. Görəcəksən, necə Allah Subhanahu sənə bərəkət verir. Rahatçılıq olacaq. Belə insanlar var, milyardları var, qardaş, rahatçılıq tapmır bu insan. Sənə rahatçılıq lazım deyir, rahatçılıq Allahın dinindədir. Vallahi ki, sən rahat olacaqsan. Və bugünkü gündə ən çox da yayılan nə qardaşlar? Qeybət. Görürsən ki, bugünkü gündə Allah qorusun, hər birimizi kişilər belə qadınları keçibdir. Çox böyük təhlükədir, böyük günahlardandır. Böyük günahlardandır.
Bilin ki, bax, böyük günahlardan. Yəni, təkcə danışmaq yox, dinləmək də. Fərqi yoxdur. Dinləmə. Əgər o insanın xoşuna gəlməyən bir şey danışılırsa, sənin yanında artıq qeybətdir. Sən də ona şəriksən. Olmaz. Xüsusən də görürsən ki, tələbə haqqında, alim haqqında və s. bunlar haqqında belə danışılır. Bu daha elə bil ki, günahın üstünə günahdır. Çünki Allah Subhanahu taala adi bir istirabı müsəlmanın qeybətini nə adlandırdı? Onun meyitinin ətini yemək. Yəni, harazı olarsınız, qardaşınız öləndən sonra onun ətini kəsib yemək diri-diri. Siz elədiyiniz, yəni kimsə elədiyi bu şey nədir? Ona bərabərdir. Bunu Allah Subhanahu taala deyir. Və yalan. Yalan da böyük günahlardandır. Və valideynlərə asi olmamaq və bütün haramlardan uzaq durmaq. Valideynlərə asi olmamaq, yəni necə bilirsiniz ki, dünyavi işlərdir. Sözsüz ki, bu axirət işlərə aid deyil. Allah Subhanahu daha doğrusunu bilir. Sözsüz ki, Allah Subhanahu Taala'nın rəhməti çox genişdir. Allah Subhanahu Taala Zümer surəsinin 53-cü ayəsində buyurur. De, ey öz nəfslərinə qarşı həddi aşmış qullarım, Allahın rəhmətindən ümidinizi üzməyin. Həqiqətən Allah bütün günahları bağışlayandır. Həqiqətən o bağışlayandır, rəhimlidir. Və nə etmək lazımdır, qardaşlarım? Allahdan qorxmaq, tövbəni gecikdirməmək. Ölüm qəfil gəlir. Heç kimə, yəni elə insan var, heç xəbərdarlıq eləmir. Bəzi insanlar görürsən, yüngül xəbərdarlıqlar gəlir, necə? Yəni xəstəlik kimi və s. kimi. Amma görürsən, insandır, xəstə olur, illərdən yaşayır. Harada sağlam bir insan ölür gedir. Yəni heç kimə baxmır. Kimsə yəni ola bilsin ki, 20 yaşı var, kiminsə ola bilsin 50, 60, 70, 80. O demək deyil ki, bu insan ondan və yaxud bundan çox yaşayacaq. Yalnız Allah Subhanahu Taala bilir bunu. Heç kim bilmir. Yəni yaradılmışlardan heç kim bilmir bunu. Heç bir məxluqat bilmir. Hətta mələklər belə bilmir. Əmr gəlir, ölüm mələyin, o da gəlir insanın canını alır. Yəni qəfil gələcəkdir. Ölümdən sonra nə olacaq? Ölümdən sonra artıq əməl yoxdur. Qapandı qapılar. Yalnız hesab var. Bunu unutmayaq. Hər bir an gələ bilər və hər bir an gələndən sonra da hesab var. Getdin qəbirə, hesabın başlayır. Hesab var. Sonda isə, əziz qardaşlarım, Allah Subhanahu Taala dua edirəm ki, Rəbbimizə deyirəm ki, Allahım, bizi cəhənnəm əzabından qoru, qəbir əzabından qoru, qəlblərimizi dində sabit et, bizi ixlaslı, təqvalı və salih əməl nəsib et və onların üzərində bizi sabit et. Valideynlərimizi və bütün mömin kişi və qadınları bağışla. Peyğəmbərimiz Muhammed s.ə.v və onun ailəsinə Allahın salavatı və salamı olsun. Həqiqətən Allah ədalət, yaxşılıq və qohumluq əlaqələrini və yaxud qohumlara ehsan etməyi əmr edibdir. Amma pis işlər və zülüm qadağan edib. O sizə öğüt verir ki, bəlkə düşünüb ibrət alasınız. Yəni bu Allah Subhanahu Taala'nın tövsiyəsidir. Bu şeylər əgər yapışsaq, bu şeylər nə olsa, Allahın izniyle inşallah Rəbbimiz müvəffəq eləyər, nicat tapanlardan olaraq. Allah daha doğrusunu bilir. Allah Subhanahu Taala'dan diləyirəm ki, bir daha qardaşın övladını salih kullandı eləsin və qardaşın da ki, böyük ibadətdən qayıdan qardaşımızın da ibadətini qəbul eləsin. Və o ibadətdən sonra unutmaq lazım deyil ki, əsas yəni burada özünü qorumaqdır. Yəni orada asandır özünü qorumaq. Əsas buradadır o insan üçün. İnsan yəni burada başlayır davamı. Allah daha doğrusunu bilir. Subhanakallahumma və bihamdik, əşhədu ən la ilahe illə ente, estağfiruke və etûbü ileyk.